Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Əməliyyatdan sonra ilk videom sizlər üçün gəlir. Deməli, hava şəraitinin kəskin şəkildə dəyişilməsi gözlənilir. Öncədən də qeyd etdiyimiz kimi, ayın 17-si və 18-i aralığında və digər bir neçə gündə, demək olar ki, 17-sindən etibarən ayın 22-sinədək ölkə ərazisində hava şəraitinin dəyişilməsi gözlənilir. Respublika ərazisində yağıntılar ehtimalı var. Xüsusilə dağlıq və dağətəyi bölgələrdə və həmçinin qərb bölgələrində, nəhayət ki, Qazax, Gəncə, Tovuz, Şəmkir bölgələrində də güclü qar ehtimalı var və həmçinin cənub bölgəsində güclü qarların yağması gözlənilir. Şimal-qərb bölgələrində güclü qarın yağması gözlənilir. Bakı, Abşeron yarımadası güclü yağıntılar olacağı gözlənilir və bəzi günlərdə yağıntıların sulu qar və qarla qarşı olması prosesdən sonra bəzi bölgələrdə isə örtü yarada bilər. Mərkəzi Aran bölgəsində qar ehtimalı var. Demək olar ki, bütöv Azərbaycana yağıntılar gəlir. Hər bir bölgəyə qar düşməsi ehtimal olunur. Proses 18-dən 22-sinə kimi davam edəcək yanvarın və yanvarın 3-cü 10 günlükdə 3 soyuq hava dalğası gəlməsi ehtimalı var ki, bu barədə ətraflı məlumatlar olacaq. Bizləri izləməyi unutmayın. Sizləri çox sevirik.